Salam dəyərli izləyicilərim. Mən Rəysəz Eşən Usta yenə sizinləyim. Bu günləri mən BMW markalı avtomobilin çəkişini eləyib sizə göstərmək istəyirəm. Maşının yanıma sırf polirovkaya gəlib, belə deyək, ətraflı olaraq bunu sizə göstərmək istəyirəm. Düzdür, maşın belə vizual olaraq normal görünür, amma silib baxanda diqqətlə baxırsan ki, işıq düşən yerlərə nəzər edəsəniz, görəcəksiniz ki, bura yəni bütün əməlli başlı hər yeri cızıqdır və belə netin ləkələri var. Net ləkələri də bunlar getmirlər. Məcburiyyət qarşısında mən bunları aparacağım. Görürsünüzsə burada net ləkələri var və hər yerində də cızıqlar dəhşətli dərəcədə çoxdur. Yəni saat göstərəcəm sizə. Yalnız və yalnız işıq düşən yerləri baxın, görəcəksiniz. Bütün demək olar ki, maşının hər yerində var. Yəni belə ləkələr, zadlar, nə bilim. Skolların izi dəhşətli dərəcədə çoxdur və belə bir cızıqlar görürsünüzsə ətraflı olaraq buradan görünür. Saat göstərəcəm sizə, belə bir şeydir. Yəni elə dərin cızıqlar da var. Düzdür, ola bilər ki, dərin cızıqlar bəzi yerlərdə hardasa yüngül qalsın, amma maksimal dərəcədə çalışıram ki, belə deyək, damını mən bir tərəfini eləmişəm. Damda da skolların izi var. Yəni skol izləri damda var. Yəni daş izləri var, xırda daş izləri var. Bunlar da belə deyək, ümumiyyətlə Alman maşınlarında çox olur. Bilmirəm, sürətdəndir, yoxsa nədəndir. Və bagaj. Bagajı görürsünüz. Bagaj yaman gündədir. Çox belə müəmmalı bir vəziyyətdədir bagaj. İşıq düşən yerlərə baxın, görəcəksiniz. Cızıqlar, zadlar çox ləkəlidir həqiqətən. Netin ləkələri də var burada. Bəzi yerlərdə net ləkələri var. Bilmirəm, bunlar gedəcək, getməyəcək. Bacardığım qədər gərək çalışım, polirovka edeyim, aparım. Maşında xoşa gəlməz cızıqlar və maşın bozdur başdan ayağa. Yəni maşın hər yeri başdan ayağa bozdur. Belə uzun cızıqlar və belənçinə cızıqlar ki var. Hər yerdə yəni var. Maşının hər yerində elənçinə yerlər var. Yəni belə deyək, bütün ləkələr, cızıqlar, zadlar. Bilmirəm nədir. Mən damın bir tərəfini eləmişim, amma bir tərəfi qalıb, görürsünüzsə. Ləkələr, zadlar var. Yəni cızıqlar, zadlar belə müəmmalı bir şeylər də görürsünüz. Və amma o bir tərəfsə şüşə kimidir. Yarısını eləmişəm. Yarıdan bu tərəfə isə qalıb. Bu tərəfdə yoxdur, amma bu tərəfdə isə var. Görürsünüz. Belə bir şəkildədir. Eyni vaxtda lüku da, yəni şüşələri də təmizləyirəm. Böyük plasmaslar. Fikir versəniz, görəcəksiniz. Böyük plasmaslarda cızıqlar, zadlar var. Əlbəttə ki, polirovka oluna, mən şu ruçkaları da açmışam. Polirovka oluna, belə deyək, hər yer, yəni kapotu görürsünüz nə yerində, dəyərli izləyicilər. Yəni kapot belə bir vəziyyətdədir. Bilmirəm. Bir dəfə bu deyəsən polirovka olunub, yoxsa olunmayıb, bunu dəqiq deyə bilmərəm. Yəni avtomobil sahibi maşını alınandan, yəni maşın polirovka olunmayıb. Maşın da belə deyək, beskraska maşındır. Cızıqlar, zadlar yüksək səviyyədədir. Yəni risklər var. Belə deyək. Bu hissə polirovka olunub. Mən bunu ətraflı olaraq sizə göstərəcəm. Burada bura polirovka olunub, hər iki tərəf. Və əlbəttə ki, polirovkadan sonra spirtlə silinir, təzədən yoxlanılır və ondan sonra təzədən yenə polirovka olunur. Əgərsə varsa yenə polirovka olunur. Belə dəyərli izləyicilər, etap-etap bunları çəkib sizə göstərəcəm. Hər iki tərəfdə, bamperdə, hər iki tərəfdə belə bir çapıqlar ki var. Kraska yəqin ki, burada hansısa maşın kraskası var. Ağ rəngdədir.
Bunları da maksimal dərəcədə polirovka edib və bəzi yerləri, belə deyək, avtomobil sahibinin istəyinə görə mən bunları yüngül toskalayacağım ki, çox belə boz görünməsin. Və burada da lipsikadan istifadə ediblər. Lipsikalar üst-üstə o qədər vurulub ki, belə müəmmalı bir şey əmələ gəlib burada. Dəfələrlə üst-üstə lipsika vurublar. Belə bir şəkildədir. Bunlar da təmizlənəcək və belə deyək, düzələcək. Əvvəlki vəziyyətinə gətirəcəm. Qabaq bamperdə daş izləri var, demirəm yoxdur. Amma burada isə bəzi yerdə kraska gedib, bəzi yerlərdə də sürtünmələr var. Bunları da yəqin mən belə deyək, toskalayıb qoyacağım ki, ağlar itsin. Belə dəyərli izləyicilər. İnşallah bunları etap-etap bunları çəkib sizə ətraflı olaraq göstərəcəm. Cızıqlar hər yerdə var. Yəni hər yerdə var cızıqlar. Yəni belə cızıqlar ki var, bunlar hər yerdə var. Yəni bunlardan qaçılmazdır. Qara maşın olduğuna görə bu bunda olmalıdır, dəyərli izləyicilər. Bu qədər. İnşallah etap-etap bunları çəkib sizə ətraflı olaraq göstərəcəm, dəyərli izləyicilər. Dəyərli izləyicilərim, hal-hazırda gördüyünüz kimi mən belə deyək, maşını obşe polirovka etmişəm. 3 qat yəni polirovka olunub, şkurkalamadan yəni maşını mən polirovka etmişəm. Göstərmək istəyirəm sizə. Deməli, birinci kapotdan başlamaq istəyirəm. Kapot görürsünüzsə, belə deyək, tam mən sizə göstərə bilmirəm. Bilmirəm görürsünüz yoxsa yox. Burada daha belə pis vəziyyətdə idi. Yəni maksimal dərəcədə yəni rəng açılıb, qalaqaramasına qədər olunub. Lip yapışdırdım və otido belə deyək, polirovka elədim. Əlbəttə ki, burada siz burada görmürsünüz. Burada bir də əks tərəfdə, bir də arxa tərəfdə bir-iki dənə yerdə cızıqlar ki var idi. Mən onları doldurmuşam və polirovka etmişəm. Belə bu saat hal-hazırda görünmür vizual olaraq. Həmişə deyirəm videolarımda. Adətən şpakerlə zadla, yəni bu mən belə şeylərə yəni getmirəm. Kim necə bacarırsa elə eləsin. Yəni mən ona yəni garanti vermirəm və belə deyək, o işdə yəni mənlik deyil. Maksimal dərəcədə həmişə deyirəm ki, 1 metrədən, yəni ki 1 metrdən, 2 metrdən heç nə görünməyəcək. Amma yaxına gələndən sonra ola bilər ki, bir yarım metrədən nəsə tutmaq olsun. Çünki burada söhbət kraskanın qopan yerlərindən gedir ki, mən bunu videonun əvvəlində mən sizə göstərmişdim bunu. Bu saat hal-hazırda yəni heç nə görünmür, amma yaxınlaşanda görürsən ki, yəni bu belənçinə bir ləkə var, düzdür. Bu plasmas idi, yəni çıxmışdı. Mən bunu doldurmuşam və belə deyək, baza ilə doldurub, yəni polirovka etmişəm. Bu hissələrdə də var idi. Bu hissələr demək olar ki, tam dolub, amma bu böyük olduğuna görə görürsünüz. Bu saat işığa baxsanız görəcəksiniz. Böyük olduğuna görə burada belə deyək, doldurmaq biraz çətin olur. Həm də onun yeri bilinməsin deyə o da bir çətinlik yaradır. Amma belə vizual olaraq maşını obşe, yəni mən polirovka etmişəm. Maşında yəni belə deyək, heç bir cızıq-mızıq qalmayıb. Yalnız və yalnız dərin cızıqlardan yəni söhbət gedə bilər ki, lap dərin cızıqlar, məsələn, onlar bazaya qədər giriblər, mikro cızıqlardan, amma bazaya qədər girib, yəni onları aparmaq biraz müşkün məsələdir. Amma bütün detallar hamısı təmizlənib, dam obşi təmizləndi, skoşlanmışdı, əlbəttə ki, kantlar hamısı çıxmışdı, ruçkalar çıxmışdı ki, bunlar da hamısı, rezinlər, zadlar hamısı tərtəmiz və belə deyək, obşi dediyim kimi polirovka etmişəm. Burada da bir cızıq var idi, bunu da yəni polirovka etmişəm və bu hissələrdə də var idi cızıqlar, onları da polirovka etmişəm. Müəyyən yerləri yəni doldurmuşam. Əlbəttə ki, bu tərəfdə də var idi. Burada dərin cızıq var idi. Bunu maksimal dərəcədə doldurmuşam, amma yenə də belə deyək, qalır və bəzi yerlərdə ki var bunlar hamısı. Bacardığım qədər minimala saldım ki, çox gözəl görünməsin. Belə dəyərli izləyicilər. Buradan bilmirəm, sizə nə dərəcədə göstərə bilirəm, yoxsa yox. Yəni, bütün nə qədər ki maşın tozlanır, qara maşındır.
Nə qədər ki detallar ki var idi, hamısı polirovka olunub dəyərli izləyicilər. Bütün belə deyək, qapılarından tutmuş, podnoşkalara qədər, hətta güzgələrdə də var idi belə, yəni güzgələrdə müəyyən dərin cızıqlar ki var idi, yəni bunları mən уже apara bilmədim, belə bir cızıqlardı görürsünüz. Saat göstərə bilirəm, yoxsa dırnağımın ucunda. Skolların izi dəhşətli dərəcədə çoxdur maşında, həddindən artıq çoxdur. Maksimal dərəcədə bacardığım qədər elə eləmişəm ki, yəni çox gözü görünməsin, amma ağ olan yerlər ki var idi, onların hamısını mən belə deyək, birzə oturub işləmişəm. Yalnız və yalnız belə deyək, üzr istəyirəm ifadəmə görə, quş, yəni ləkələrini və netin ləkələrini polirovkada aparmaq biraz çətin məsələ olur. Çünki quşun ləkəsi və netin ləkəsi qaldıqdan sonra lakı və bazanı yandırandan sonra ona heç nə eləmək olmur. Yalnız və yalnız kraskalanmalıdır. Belə abritsovkaya getmədim. Abritsovka ürəyə gedir. Polirovka heç halı yoxdur. Bilmirəm, xromdur, yüngül kraskalayıblar, nə ediblərsə. Yəni buna getmədim. Sadəcə olaraq buferi üzdən maksimal dərəcədə, yəni üzdən polirovka eləmişəm. Bundan oynası yoxdur, çünki qabaq bamperdə skolların izi dəhşətli dərəcədə var. Dəhşətli dərəcədə bu saat göstərəcəm sizə. Görürsünüzsə, buferdə bütün hər yerdə, yəni skolların izi var. Bunları toska doldurmaq, belə deyək, buferin səpməyinə gətirib çıxardacaq. O baxımdan bütün nə qədər ki böyük, yəni skolların izləri ki var idi, onların hamısını mən maksimal dərəcədə işləmişəm. Bu hissədə də ağ olan yerlər ki var idi, onları da işləmişəm dəyərli izləyicilər. Belə hamısı qaydasındadır, çox demirəm, yəni super polirovka edirəm. Xeyr, sadəcə olaraq maksimal dərəcədə bacardığım qədər səliqəli, təmiz bir iş, yəni vermək istəyirəm. Bu qədər. Təşəkkür edirəm məni izlədiyinizə görə. Like qoymağı və abunə olmağı qətiyyən unutmayın dəyərli izləyicilərim.